İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası və Kənaz Media Qrupunun təşkilatçılığı ilə işinin adamını dinləyirsiniz. Əziz bizi izləyənlər və dinləyənlər, hər vaxtınız xeyir olsun. Mən Kamran Yaradanquliyev, mikrofon önündəyim. Həftə içi 5 gün biz işinin adamları ilə sizi tanış edirik və hər sahədən həqiqətən də öz işinin haqqını verən işinin adamları efirimizdə, studiyada qonaq olurlar. Marsol Qrup, İcma və Yurd FM, həmçinin Kənaz Media Qrupun birgə təşkilatçılığı ilə bizim efirimiz fəaliyyətdədir. İşinin adamı başladı deyirik. İşinin adamı başladı. Efirimizdə bizim sponsorlar var və sponsorlardan ən xoşuma gələn tərəf odur ki, onlar həqiqətən də öz komandalarında peşəkarlarla birlikdə yolları, məsafələri qət edirlər, uğurlara doğru irəliləyirlər. Bu bəlkə də kənardan mübaliğəli cümlə kimi görsənə bilər, hədə Kamrandır da sponsorunu tərifləyir, xeyr. Elə deyil, çünki Kristal Qrup haqqında biz danışanda onların uğurlarını danışırıq, amma mütəmadi olaraq həmin şirkətin, daha doğrusu şirkətlər qrupunun müxtəlif şirkətlərindən olan dəyərli mütəxəssisləri, işin adamlarını da efirimizə dəvət edirik. Onlarla həm söhbət olduğumuz zaman bir daha görürük, şahid oluruq ki, həqiqətən də işinin adamları ilə onlar birlikdə çalışırlar. Bugün də işinin adamı bizimlə birlikdədir. İşinin adamı studiyadadır. Bugün işin adamı efirimizdə Kristal Beton Qapalı Səhmdar Cəmiyyətinin baş texnoloqu Nuşrava müəllim Rüstəmovdur. Nuşrava müəllim, xoş gəlmisiniz. Çox sağ olun, təşəkkür edirəm. Necəsiz? Sağ olun, şükür Allaha. Həmişə yaxşı olasınız. İnanırıq ki, sizə xüsusilə beton sahəsində suallar olacaq. İnşaat sektoruna maraqlanan həm iş adamları, həm almaq istəyən, həm satmaq istəyən, gələcəkdə bu sahədə özünü, karyerasını, gələcəyini düşünən dostlar 099 6 907 907 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. 90.7 FM-də efirimiz başladı. Nuşava müəllim, bir xahişim var. Buyurun. Beton haqqında siz demək olar həyatınızı bu sahəyə həsr eləmişsiniz. Çox qəribə, qəliz, maraqlı sahədir. Bizi təəccübləndirəcək yaxın bir saat ərzində bütün informasiyalar bugün sizdən xahiş edirik. Çünki kənardan qeyri-beton biliciləri deyir, betondur da, amma bu beton ki var ha, böyük bir elmdir. Zəhmət olmasa başlayaq və biz betonu nə qədər yaxşı tanımalıyıq. Yaxşı beton nədir, necə olur? Başlayaq. Yaxşı beton dedikdə beton tərkibi istənilən markaya uyğun olmalıdır. Yəni betonlar 100 markadan başlayıb daha ki 1000 markaya qədər hal-hazırda istifadə olunur. Əsasən tikintilərdə bu saat 400 markaya qədər yüksək mərtəbəli binalarda 400-600 arası istifadə edənlər var. Marka deyəndə marka deyəndə yəni onun müqamətindən söhbət gedir. Onun sıxılmadan müqaməti, yəni onun o loru dildə desək onun möhkəmliyi deməkdir. Yəni betonun əsas göstəricilərindən biri onun möhkəmliyidir. Yəni onun zəlzələyə davamlılığı, onun keyfiyyətinin birinci parametri onun möhkəmliyidir və onun digər üstün göstəriciləri də var. Əsas onun möhkəmliyindən söhbət. Bəs ümumiyyətlə keyfiyyətli beton necə tanınır? Bax, necə bilirik ki, bu keyfiyyətlidir və ya keyfiyyətsizdir? O keyfiyyətli beton onun sifətinə baxmaqla onun keyfiyyətli olub olmamağını o qədər də müəyyən etmək biraz çətindir. Amma keyfiyyətsiz betonu onun xarici vidinə baxanda onun üzərində müəyyən çatlar, müəyyən qabarmalar, müəyyən köpmələr hiss olunur bəzi yerlərdə. Bu isə o betonun keyfiyyətsiz beton olduğunu göstərir. Əvvəldən amma bilmək olmur, keyfiyyətlisinin keyfiyyətsizi. Əvvəldən gələk qurusun ki, çatlar görək. Bəli, o yaş vəziyyətdə, yəni beton qarışıq halında onun keyfiyyətli olub olmamağını təyin etmək o qədər də asan deyil. Aydındır. Bəs iqlim şəraiti betonun möhkəmliyinə necə təsir edir?
Tamamilə çox gözəl sualdır. İqlim şəraiti betonun möhkəmliyinə, onun keyfiyyətinə böyük təsirləri vardır. Soyuq qış dövründə beton işləri apardığımız zaman biz ona xüsusi qulluq etməliyik və onun tərkibində xüsusi şaxtaya davamlı qatqılardan istifadə etməliyik və yaxud onun üzərini qışda bağlamalıyıq ki, o şaxtaya davamlı olsun və yaxud döşəmə betonları töküldükdə onun altında qızdırıcı, istiləşdirici vasitələrdən istifadə etmək lazımdır ki, bu qış şəraitində bizim betonumuz donmasın. Əgər o donarsa, bu zaman onun tərkibində olan su genişlənə bilər. Bu görüntülər sizə tanış gəlir müəllim? Baxın, zəhmət olmasa elə hal-hazırda kristal betonu. Bizim kristal beton zavodudur. Çox artıq biz orada xeyli müddətli fəaliyyət göstəririk. Mən üzr istəyirəm, xatırlatma etmədim deyəsən, bizim tamaşaçılarımız da var, dinləyicilərimiz də. Necə? Dinləyicilər 90.7-də hal-hazırda bizi dinləyirlər və izləmək istəyənlər, həm görüntünü, həm müəllimi, həm məni, studiyanızı görmək istəyənlər TikToka daxil olub işinin adamı yazsınlar və yaxud elə Yurd FM-in web səhifəsinə daxil olsunlar. Çünki bizdə həm də paralel görüntülər də gedir. Çox gözəl. Mən soyuq vəziyyətdə, havanın soyuq şəraitində olan betonun qulluq qaydalarını və onun qəbul qaydalarını izah elədim. Artıq keçək bunun yay mövsümündə isti temperaturada betonun qəbul qaydalarını da mən izah edeyim. İcazənizlə biz bunu qısa fasilədən sonra edək. Çünki istəmirəm sizin sözünüzü yarıda kəsim. Hörmətli izləyənlər və dinləyənlər, qısa bir fasilə olacaq və bu fasilədən də yararlanıb sizə öz sahələrində keyfiyyətli şəkildə ya məhsul, ya xidmət verən şirkətlər haqqında məlumat verəcəyik. Bizi izləməkdə və dinləməyə davam edin. Birazdan efirimizdə çox maraqlı suallar öz aydınlığını tapacaq. Çünki həqiqətən də işin adamı bizimlə birlikdədir. Neotek kabelləri 99,9% saf misdən olduğu üçün yüksək ötürücülük xüsusiyyətinə malikdir. Mistillərin sayı, diametri, plastik qalınlığı və sıxlığı, polietilen dolğu AZS və Avropa standartlarına uyğun dəyərdədir. Yüksək keyfiyyət, sərfəli qiymət. Neotek, gücümüz gücünüzdür. Reklamlar. Hilfan boruları. 50 il zəmanətli Hilfan borularını artıq hamı seçir. Heç bir kimyəvi qatqısı yoxdur. Sağlam, yüksək temperatura, zərbəyə, təzyiqə davamlı Hilfan borularını ailənizin sağlamlığı üçün siz də seçin. Hilfan boru. Sağlamlığını qoru. O həm təmirdə, həm də alış-verişdə usta olduğuna görə səbəti dolu, qənaəti boldur. Abşeronla alış-veriş səbəti sevinç doludur. Abşeron Ticarət Mərkəzi. Xoşbəxtliyin üçün hər şey. Ünvan Lökbatan dairəsinin yanı. Pensiyaçılara şad xəbər. İndi 300 manat pensiya alanlar Bank of Baku'dan 7000 manata dək, 500 manat pensiya alanlar isə 10.000 manata dək kredit əldə edə bilər. Üstəlik, zaminsiz. Pensiya vaxtını gözləməyin. Ehtiyaclarınızı Bank of Baku ilə qarşılayın. Ətraflı 145. Bank of Baku. Məlhəm Beynəlxalq Hospitalın uşaq reanimasiya şöbəsi fəaliyyətə başladıb. Professional həkimlərin çalışdığı və müasir tibbi cihazlarla təchiz olunmuş reanimasiya şöbəsi müxtəlif xəstəliklər üzrə yüksək keyfiyyətli tibbi xidmət göstərmək gücündədir. Uşaq reanimasiya şöbəsində bütün xəstəliklər üzrə, o cümlədən ağır ürək çatışmazlıqları, sepsis, ağciyər və tənəffüs yolları xəstəlikləri, kəllə-beyin travmaları kimi kritik xəstəlikləri müalicəsi həyata keçirilməkdədir. Məlhəm Beynəlxalq Hospitalın uşaq təcili yardım və uşaq reanimasiya şöbələrinə istənilən an müraciət edə bilərsiniz. Telefon 803. Məlhəm Beynəlxalq Hospital İqtisadiyyat Nazirliyinin lisenziyası əsasında fəaliyyət göstərir. Topaz Fan Klub Super Liga'da her ay bir avtomobil seni gözlüyor. Elə indi TFC mobil tətbiqini yüklə, Çangan CS35 Plus avtomobili və minlərlə TPZ bonusları qazanma şansını əldə et. Vaxt itirmə, bu həyəcan dolu mübarizəyə sən də qoşul. Daha ətraflı 926. Sükanı TFC ilə saxla. O həm təmirdə, həm də alış-verişdə usta olduğuna görə səbəti dolu, qənaəti boldur. Abşeronla alış-veriş səbəti sevinç doludur. Abşeron Ticarət Mərkəzi. Xoşbəxtliyin üçün hər şey. Ünvan Lökbatan dairəsinin yanı. Reklamlar. Marsol Group.
İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası və Kənaz Media Qrupun təşkilatçılığı ilə İşinin Adamını dinləyirsiniz. İşinin Adamı davam edir. Zəng və WhatsApp nömrəmiz 099 6 907 907. Bəli, məhz bu əlaqə nömrəsi vasitəsilə bizə həm yaza, həm də ki efirimizə qoşula bilərsiniz, zəng edə bilərsiniz. Bir daha nəzərinizə çatdırım ki, Nuşrava müəllim bizimlə birlikdədir. Məhz Kristal Beton Qapalı Səhmdar Cəmiyyətinin həmin şirkətin baş texnoloqu Nuşravan Rüstəmov müəllim bugün işin adamı olaraq beton haqqında bizi maarifləndirir, sağ olsun. Betonun qış məsələsindən danışdıq. İndi gəlin biraz yayından danışaq. Nələrə fikir verməliyik? Biz qış məsələsini tamamlamadıq. Bəzi önəmli məsələlər qalır. Böyük sahədir həqiqətən. Biz beton zavodu olaraq, yəni zavodda beton qarışığını qışda hazırladığımız zaman ən azından beton qarışığının temperaturu müsbət 5 dərəcədən aşağı düşməməlidir. Əgər bu 5 dərəcədən aşağı düşərsə, bu zaman betonda gedən hidratasiya reaksiyası getməyə bilir və o dona bilir. Onun üçün 5 dərəcədən yuxarı olmasını təmin etmək üçün biz zavodumuzda hal-hazırda qızdırıcı sistemlərdən istifadə edirik. Suyu və digər materialları qızdırıb o şəkildə beton qarışığını hazırlayıb tikinti sahəsinə göndəririk. Bu isə biz maliyyətcə baha da başa gəlsə biz bunu icra eləyirik. Bu bizə aid olan qış. Keçdiyi yay mövsümündə isə betonun zavodda hazırlayan zaman onun da beton qarışığının temperaturu bilirik ki, beton transmikserlərdə qarışdırıla tikinti sahələrinə göndərilir. O zaman o yol boyu havanın da temperaturu və betonda gedən reaksiya nəticəsində burada istilik əmələ gəlir və beton temperaturu qalxa bilir. Bu temperaturun qalxdığı zaman, yəni bu 32 dərəcəni əgər keçərsə, bu zaman betonun keyfiyyəti aşağı düşə bilər. Biz onun qarşısını almaq üçün zavodda xüsusi soyuducu sistemlərdən istifadə edirik və suyu soyuduruq və bu isə bizim yay dövründə betonun keyfiyyətli tikinti sahəsinə çatmasına kömək eləyir. Bu bizə aid olan hissədir. Qaldı tikinti sahəsində isə betonun yay dövründə özünün xüsusi qulluq qaydaları vardır. Beton töküldükdən bir neçə saat sonra onun üzəri xüsusi qapanmalı, xüsusi parça ilə örtülməli və sulanmalıdır. Və yaxud əgər bu yoxdursa, xüsusi maddələr vardır ki, parafin əsaslı maddələr olur. Bunlar da onun üzərinə püskürdülür ki, burada istinin nəticəsində buxarlanma getməsin və betonun tərkibində olan su daxilində qalsın və müəyyən çatlar əmələ gəlməsin. Maraqlı. Yəni bu cür tədbirlər də hal-hazırda tikintidə yerinə yetirilir. Ümumiyyətlə bu sahədə ən çox rast gəlinən hər halda səhvlər çoxdur. Bunların məsələn bir neçəsini indi siz həll yollarını dediniz. Başqa hansı adətən tez-tez rastlaşdığımız səhvlər var və onların həll yolları nə? Adətən çox zavodlar yəni bu dediyim, sadaladığım tədbirləri görmür. Necə gəldi betonu buraxırlar. Bu da xüsusi xırda zavodda. Pul da çox qalsın deyə. Bəli, suyu qızdırmağın özü enerji və yaxud soyutmağın özü enerji tələb eləyir. Bunları tədbirləri görmürlər və necə gəldi betonu buraxırlar. Bu isə betonda böyük fəsadlara səbəb olur, çatlar əmələ. Neçə ildən sonra məsələn bu fəsadlar özünü göstərə bilər? Elə beton öz möhkəmliyini 28 gündə tutandan sonra gedib baxırsan, öz möhkəmliyini baxırsan ki, elə 2 gündən sonra artıq betonun üzərində böyük çatların olduğunu görə bilirsiniz. Bəs onda sifarişçi belə etirazını bildirmir ki, onlar necə buna risk eləyirlər? Bir şey ki 28 gündən sonra özünü göstərəcək. 3-4 gündən sonra göstər, hətta 28 günə gərək yoxdur. Onun üçün bu tikintidə görülən tədbirlər öz tədbirlərini görməlilər. Onlar məqsədim bu tövsiyəm odur ki, böyük zavodlardan beton alsınlar da, bu kiçik zavodlardan beton almasınlar. Yəni məqsədim budur. Bu kiçiklər də hər halda bunu sata bilsinlər deyə deyirlər. Ucuz bir bazarda da qiymət formalaşır, yox? Bəli, ona görə də bu kiçik standarta cavab verməyən zavodlar, laboratoriyası olmayan zavodlar belə betonları buraxır. Onu da şəxsin adamlar alır. Yəni
fərdi insanlar istifadə edir. Çünki onlar da betondan o qədər anlayışları olmadığına görə bu cür xətaları qəbul edirlər. Yəni. Aydındır. Baxın, anlayışlılardan da danışdınız, məlumatsız və məlumatlı insanlardan da danışdınız. Ümumiyyətlə, Azərbaycan inşaat sahəsində işçi qüvvəsinin peşəkarlıq səviyyəsini necə qiymətləndirirsiniz? Qənaət bəxşdir, yəni o qədər də zəif deyil. Son vaxtlar qənaət bəxşdir. Fövqəladə Hallar Nazirliyi nəzarət eləyir böyük tikintilərə. Onların sahəsində yəni qənaət bəxş hesab eləyirəm. Aydındır. Bəs betonda baxın, sifarişçi və sahibkarlar. Bunlar beton üzərində işləyəndə ən çox nələri diqqət etsinlər? Bax, bu çağırışınız nələrdir? Zəhmət olmasa bunu biraz da bir neçə detallardan da toxunaraq deyək. Yəni beton deyə bu böyük fəsadları gətirə bilər. Bununla necə sən ucuz oyun oynayasanda, yəni adam fikirləşəndə tüklər biz olur. Bəli, doğrudur. Sifarişçilərə məsləhətim budur ki, beton alarkən birinci beton zavodları müayinə eləsinlər, getsinlər, maraqlansınlar və onlar hansı tikintilərə beton verib, real onu öyrənsinlər. Yəni adamlar var, deyir ki, filan yerə mən beton vermişəm, əslində heç o xəbəri yoxdur. Satış eləsin deyə yalanlıdır. Qiyməti də yendirir aşağı, betonunu satır. Normalda beton normallı qiyməti olmalıdır. Yəni ucuz betona qaçmasınlar. Əgər o beton ucuzdursa, orada mütləq fəsadlar var. Aydındır. Və əziz dostlar, işinin adamını həm izləyirsiniz, həm də ki dinləyirsiniz. İşinin adamı. Zəng və WhatsApp nömrəmiz 099 6 907 907. Məsələ, bu nömrəyə bizim gələn WhatsApp suallardan birini istəyirəm səsləndirim. Sual budur ki, betonun ekoloji cəhətdən zərərlərini azaltmaq olurmu? Ümumiyyətlə, tikinti materiallarının əksəriyyəti radioaktiv maddələr buraxır, radiasiya verir. Məsəl üçün, baxanda beton kərpicə görə daha az radioaktiv material sayılır. İşlətdiyimiz kərpic o sobaya girəndə o radioaktivləşir, daha çox radioaktiv. Betonda da müəyyən qədər radiasiya var, amma o qəbul edilən radiasiyadır. Qəbul edilən deyəndə nəyi nəzərə tuturuq? Məcburiyyətdən, yoxsa zərəri bir o qədər çox deyil? Zərəri o qədər deyil və hal-hazırda inşaatın əsas materialı olduğuna görə biz ondan imtina eləmək imkanımız yoxdur. Aydındır. Ümumiyyətlə, belə baxanda çox da yəni ziyanlı bir kimyəvi maddə sayılmır da, yox? Yox, o qədər də deyil, amma müəyyən qədər onun da tərkibində radiasiya var. Amma biz hal-hazırda ondan istifadə etməliyik. Alimlər bunun üzərində işləyir. Məsələn, betonların elə növü var. Məsələn, qazobeton, penobetonlar var. Bunlar daxili divarların hörgüsündə istifadə olunur. Bu betonlarda radiasiya minimum səviyyədədir. Aydındır. Böyük dünyada gördüyümüz binalar var ha. Məsələn, 100 mərtəbəli bina ilə 16 mərtəbəli binanın və yaxud 2-3 mərtəbəli evin və s. betonları fərqli mi olur? Təbii canım, hər bir binanın hər bir mərtəbəsinə görə onun mərtəbəsi yüksəldikcə onun betonunun en kəsi, markası, yəni müqaməti artır, nəzərə alınır. Aydındır. Azərbaycanda niyə lap hündür binalar yəni azdır? Bu bizim torpaqla bağlıdır, yoxsa dövlətimizin qoyduğu qanunvericilikdir? Yox, əslində bizim Azərbaycanda binaların tam yəni yüksək 100 mərtəbəli olmasının da əsas səbəblərindən biri bizim ölkəmiz seismik zonada yerləşir və seismik zonada olduğuna görə bizdə yüksək mərtəbələrin tikilməsi təhlükəlidir. Ona görə də. Məsələn, bizdə seismika 8-9 bal Richter şkalası üzrə müəyyən olunmuşdur. Moskva şəhərində 4 baldır. Yəni iqlimə görə, regiona görə, coğrafi baxımdan və zəlzələ seismik şeyə görə bizdə yüksəkdir. Ona görə təhlükəlidir. Dünyada hər sahədə Nuşavan müəllim yeniliklər baş alıb gedir. Sözün yaxşı mənasında. Dayanmadan yeniliklər var. Biz bunu sərgilərdən görürük, internetdən görürük, süni intellektdən görürük və s. Beton sahəsində istiqamət üzü haradır?
Bəli, çox doğru deyirsiniz. Əvvəllər 80-cı illərdə biz universitet dövründə bizim yazılan rus alimlərinin beton kitablarında yazırdı ki, laboratoriya şəraitində 800 markalı beton ala bilirik, ancaq laboratoriya şəraitində. Artıq biz istehsalatda 1000 markalı beton istehsal edirik bu dəqiqə. Laboratoriyadan istehsalata keçmiş. Hətta 200-2000 markaya qədər betonlar hal-hazırda almaq imkanı var. Bu daha güclü beton. Daha güclü, daha yüksək möhkəmliyə malik olan betonlar alırlar. Son vaxtlar beton, əvvəllər biz adi betonlardan istifadə edirdik. Son özü yerləşən betonlar kəşf olunubdur. Son illərin məhsuludur. Yəni bunlar hamısı 80-dən sonranın, 90-cı illərdən sonranın betonlarıdır. Bu özü yeriyən yeni, yəni özü o yerləşən betonlar var ki, hansı ki bu betonları istehsal edib qəlibə tökəndə artıq ona heç bir vibrasiya, sirkələyici qüvvə təsir etmədən o beton özü kəndiliyindən, türklər demişkən, qəlibə yerləşir. Bəs bu betonun markasını tikiləcək obyektin növünə görə necə seçmək lazımdır? Evdir, körpüdür, göydələndir, yoxsa eyni beton istifadə edilə bilər? Xeyr, hər bir konstruksiyanın növünə görə, istifadə olunduğu yerə görə onun betonları seçilir. Və o betonların əsas parametri, dediyim kimi, onun möhkəmliyidir, markası deyilir buna. O müəyyən olunur konstruktor tərəfindən. Konstruktor körpünün aşırımı, onun üzərindən keçəcək yükləri, maşınları və bütün yükləri nəzərə alaraq və o betonun markasını müəyyən eləyir və layihədə onu göstərir. Baxın, az öncə dediniz ki, Azərbaycan seismik zonadadır. Dövlətimiz də maşallah bunu nəzarətdə saxlayıb və ona da dəlalət olaraq biz bəlli bir həddə binaların tikintisinə görürük ki, vətənimizdə icazə var. Gözəl. Bəs ümumiyyətlə tikinti sahəsindəki qanunvericilikləri nəzər yetirsəz, bir ağsaqqalmısınız. Həm təcrübənizə istinad etsək, sizcə tikinti sahəsindəki qanunvericilik kifayət qədər sərtdir, yoxsa bir-iki dənə də orada sərtləşdirə biləcəyimiz məqamlar var? Ümumiyyətlə, yetəri qədər sərtdir, amma bəzi sahələrdə biraz yumuşalmalar var. O da mənim öz sahəm, yəni beton zavodları sahəsində biraz yumuşalma var. Yəni, bu beton zavodlarının Azərbaycana gətirilməsi, hansı növ beton zavod gətirilir, buna diqqət olunmalıdır. Azərbaycanda beton zavodların çoxu standarta cavab verməyən beton zavodlardır. Bunların qarşısı alınmalıdır. Bunların çoxunun laboratoriyası yoxdur. Doğrudan. Bəli, 50-60%-nin belə laboratoriyası. O qədər çox. Bəli. Hara baxır bunlar? Hə, yəni bu sahəyə diqqət yetirsələr daha yaxşı olar. Yəni laboratoriyası olmayan, müasir standartlara cavab verməyən beton zavodlarının qarşısı alınsın. Siz betonun təhsilini almısınız. Həm Sovet dönəmində görmüsünüz, həm müstəqil Azərbaycanda. İndi də yəni işin üzərindəsiniz, işin adam olaraq davam edirsiniz. Bir də yeni nəsil gəlir, belə mısmırıqlı, nə bilim, pafoslu, əhval-ruhiyyəsi tez-tez dəyişən, oxuyub gəlib və yaxud YouTube-da baxıb gəlib və yaxud xaricdə təhsil alıb gəl, fərqi yoxdur da. Necə qiymətləndirirsiniz bir köhnə kişi olaraq? Bizim yeni mühəndislər, yeni inşaat sektorunda çalışanlar gələcəkdə belə bina quranlardan olacaqlar, yoxsa bina dağıdanlardan? Ümumiyyətlə, son vaxtlar bir bu sahədə uzun müddət çalışdığıma görə və universitetlərlə əlaqəm, Memarlıq və İnşaat Universitetindən hər il bizim kristal betona bir 30-a yaxın tələbə diplom praktikasına gəlirlər. Qəşəng. Biz onlarla praktika işləri aparırıq, müqaviləmiz var, onların bizlə müqaviləsi var. Burada tələbələrlə mən ünsiyyətdə oluram, onların təhsilinlə maraqlanıram, onların bilik səviyyəsi ilə maraqlanıram. Bizim təhsil sahəsində problem yoxdur. Təhsilimiz, nəzəri təhsilimiz yüksəkdir, gözəldir. Kadrlarımız da o sahədə yaxşıdır, kompüter bilikləri yaxşıdır. Əvvəllər biz əlimizlə çirkyoz çəkirdik, onlar bu saat AutoCAD proqramında, NetCAD proqramı, nə bilim, arxitektor proqramı, hər cür proqramda istədiklərini orada yaradırlar. Amma praktiki cəhətdən çox zəifdirlər bizim tələbələrimiz. Praktika çox zəifdirlər. Aydındır. Tələbələr inciməsin, kişi düzünü deyir də. Süni intellekt və avtomatlaşdırma, yəni deyirsiniz indi
Elə əllə çəkilən qaydalarda hələ də bir fayda görürsüz. Yox, əlbəttə, elm texnika inkişaf eləyir, texnologiya inkişaf eləyir, tikinti sahəsində böyük inkişaflar var, beton sahəsində də yeni inkişaflar var. Əvvəllər betonu avtomatik zavodlar hazırlamırdı, ruşnoy hazırlayırlar. İndi avtomatik proqramdır. Proqramı, dizaynı, resepti proqrama verirsən, əlini qoysan qulağın dibinə, zavod özü betonu hazırlayır. Gətirir, verir. Gətirir, mix elə buraxır. Mənim maraqlı sizin üçün ömürlük yadda qalan layihələrdən gəlin danışaq biraz. Biraz işin bu tərəfinə də keçək. Hansılar olub, hansı layihələr, hansı işlər? Mənim özüm şəxsən mənim özümdən söhbət edirəm. Bəli. Mən 80-ci illərdən bütün layihələrdə Bakı şəhərində tikilən 9 mərtəbəli panel evlərin bütün konstruksiyaların istehsalında iştirak etmişəm. 2 nömrəli ev tikmə kombinatında uzun müddət orada işləmişəm. Beton işindən tutmuş, ta ki onun hazırlanma, karkasların hazırlanmasına kimi. 90-cı illərdən sonra artıq biz yeni öz Azərbaycan müstəqilliyi əldə etdikdən sonra artıq biz böyük tikintilərdə, ən böyük tikintiləri Şahdəniz 2 layihəsinin bütün betonlarını biz istehsal edirik. Qaz layihəsinin. O dənizin içində olan? Yox, Şahdəniz layihəsi bu yolun qırağındadır da, bu Bakı Qazax. O dənizin içində necə beton tökürlər? O necə olur? O dənizin dibində xüsusi betonlar var ki, onlar denol sementdən istifadə olunur. Tez bərkən betonlar. Suya təmas eləyəndə dəyişir. Suya aqressiv mühitə davamlı betonlardır. O betonlar xüsusi betonlardır ki, o dənizdə aqressiv mühitə davam gətirsin və dəniz suyunun təsirindən aşınıb dağılmasın. O cür betonlardan istifadə olunur dənizlərdə. Maraqlıdır. Bir də fərqli torpaq növlərində bina inşası zamanı hansı beton tərkibi daha əlverişlidir? Maraqlı bir sual gəlib. Fərqli torpaq bildiyimiz kimi torpaqlar müxtəlif, yəni buna elmi dildə grunt deyirlər. Gruntlar müxtəlif olur. Yəni gruntun növünə görə bünövrələr seçilir. Yəni betonun əsas fərqli beton əsas bünövrədə olacaq. Çünki bünövrədən yuxarı qalxdın artıq fərqli betona ehtiyac yoxdur. Gruntların analizi olunur. Onun tərkibində grunt suları olur. Grunt suları analiz olunur. Əgər grunt sularının tərkibində sulfat iyonları olarsa, bu sulfat duzlu iyonları bunlar betona təsir eləyir. Yəni betonu aşındırır. Onun üçün mən bir neçə çıxışlarımda da demişəm, bu cür grunt suları olan bünövrələrdə sulfata davamlı betondan istifadə etmək lazımdır. Aydındır. Bəzi binalarımız var. Bir də görürsən ki, nə bilim 1 ilə 2 ilə artıq çatlama və s. belə. Burada hamı da öz üzərindən atırdı bu günahı. Burada ən çox biz kimdən gözləməliyik? Günah kimdədir? İstehsalçıda, layihəçidə, icraçıda kimdədir? Burada buna real yanaşmaq lazımdır və həmən o çat olan konstruksiyanı müayinə etmək lazımdır. Bu zaman burada çat betondan da baş verə bilər, armaturdan da baş verə bilər. Armatur çat verə bilər. Bəli, armatur əgər orada doğru düzgün seçilməzsə o konstruksiyada bu zaman təsir edən yüklərin təsirindən o yükü davam gətirməyə bilər, çatlaya bilər. Məsələn, mən bir göydələndən ev almaq istəyirəm. Amma narahatım, üzdən qəşəng görsənir. Hansı suallarla mənə lazım olan cavabı tapa bilərəm və yaxud nəyə baxanda bilim ki, bu bina keyfiyyətli tikilib və yaxud keyfiyyətsiz. Daxilini görmək olmur axı. Ümumiyyətlə, onun layihəsinə baxmalısınız siz. Tələb etmə imkanı vardır. Bəli, layihəni alırsan, qardaş, sən bu betonda, kolonda hansı armaturdan istifadə etmirsən və haranın armaturdan istifadə etmirsən. Sex armaturundan istifadə edibsə, onu sən bilirsən, indi əsas zavod armaturu, Bakıda Bakıstil kompaniyada digər zavodlar var ki, onların armaturaları şəxsən standarta cavab verir. Amma digər primitiv sexlərdə istehsal olan armaturalar var ki, onlar tərkibi düzgün seçilmir və bu da konstruksiyada öz mənfi təsirini göstərir. Həmən o bayaq dediyiniz çatlar baş verə bilir. Hətta betonun içərisində əyilən konstruksiyalarda o qırıla da bilir və konstruksiya çökə də bilir. Ona görə armaturla beton birgə işləyir. Onlar sanki iki qardaşdır. Bir yerdə işləyir. Onlardan biri zəif olduğu zaman konstruksiya dağıla bilir. Bəs yaxşı, necə düşünürsən? Azərbaycanda tikinti sahəsində
daha çox keyfiyyət yoxsa sürətlə işi görmək ön plandadır? Ən çox biz nə edirik? Vallahi bu sürətli tikənlərə desəm xətirlərinə dəyər inciyərlər. Mən deyərdim ki, sürət birinci yerdədir, keyfiyyət ikinci yerdədir. Sürət. Bəli. Yəni düzgün olan hansıdır? Sürətli tikilməlidir. Siz düzgününü soruşursunuz. Hə. Yox. Əslində sonradan suallardı gəldi. Azərbaycanda adətən sürətə fikir verirlər, amma normalda keyfiyyət olmalıdır. Keyfiyyət ikinci planda olur və ona görə də hardan gəldi betonu alırlar məsələn. Olur ki, keyfiyyətli beton biraz gec quruya bilər, hə? Yox, orada gec qurumağı onun keyfiyyət və keyfiyyətsizliyindən asılı deyil. Ümumiyyətlə betonun başlanğıc və son müddəti var. O müddəti bitdikdən sonra 8 saatı bitdikdə artıq o öz kimyəvi reaksiyasını başa çatdırır. Ondan sonra gedən reaksiya onun tərkibində yavaş-yavaş davam edir. O tez bərkimə, gec bərkimə başqa mövzudur. Aydındır. Bir də ki, bizim bu inşaat sahəsində betonla bağlı və digər sahələrlə bağlı görürük ki, biraz cəmiyyətin məlumatı az deyə müəllimi. Bax, belə ümumi bizə hansı çox zəruri məlumatlar verə bilərsiniz? Çox düzgün deyirsiniz. Biraz yox, lap çox azdır. Çünki adam beton alarkən, bayaq dedim, bəzi şeylərə fikir verməlidir. Ancaq əfsuslar olsun ki, adamlar gəlib ancaq qiymətlə maraqlanır. Onlar artıq orada keyfiyyət onlarda ikinci plana keçir. Birinci betonun keyfiyyəti ilə maraqlanıb, sonra qiymətlə maraqlansalar daha yaxşı olar. Aydındır. Bu tövsiyəni inanıram ki, insanlar nəzərə alacaqlar. Əziz dostlar, biz İşinin Adamı ilə efirimizi davam etdiririk. İşinin Adamı isə Kristal Beton Qapalı Səhmdar Cəmiyyətinin baş texnoloqudur. Nuşrava müəllim Rüstəmov. Söhbətimiz maraqlı keçdiyinə görə sponsorlar haqqında məlumatı unutmuşam. İcazənizlə bir dənə sponsorları danışım. Sonra efirimiz davam edəcək. Sponsor məlumatı. Elə bizim baş sponsorumuz Crystal Group of Companies'dir. Gəlin daha ətraflı deyim. 2002-ci ildə ilk müəssisəsini yaradan Crystal Group of Companies açıq səhmdar cəmiyyəti beton və mebel sektorlarında böyüyərək iri layihələrin reallaşmasında özünü təsdiqləyib. Bizi izləyənlər də görürlər, elə görüntülər təqdim edirik. Və müştərilərin inamını qazanıb. Keyfiyyətin və dürüstlüyün ünvanı sloqan altında fəaliyyət göstərən şirkət milli sahibkarlığa dəyərli töhfələr verib. İri investisiya layihələrini imza atan və milli brendə çevrilən Crystal Group of Companies-a daxil olan Kristal Beton və Kristal Mebel interyer tərəfdaşlarının inamını qazanıb. 051 233 55 99 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sponsor məlumatı. Sponsorlardan biri Dekoriza şirkətidir. Dekorizanın 4 sahədə fəaliyyəti var. Onlardan biri də Dekoriza Glamping Aframe evlərdir, kotejlərdir. İsmailin Qalacıq kəndində yerləşir. Həmçin Şəkidə də bu yaxınlarda yeni onların ünvanını biləcəyik. Dağ və çay mənzərəsi ilə rahat istirahət imkanı sizə təqdim olunur. Sacman, qalsama, varqa eləyən bir sözlə bütün avadanlıqlarla tam təchiz olunub. Ödənişli jacuzzi, kvadratsikl, airsoft, futbol, voleybol meydançası və s. və bir xeyli də indirimləri var. Demək olar ki, bir günə 90 manata düşüb. 4 nəfərlik çox dayalı məncə fürsətli. 055 556 60 50. Təşəkkürlər sponsorlara. Efirimiz isə davam edir. Marsol Group, İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası və Kənaz Media Qrupun təşkilatçılığı ilə İşinin Adamını dinləyirsiniz. İşinin Adamı davam edir. Zəng və WhatsApp nömrəmiz 099 6 907 907. İşinin Adamı studiyadadır. Bəli, İşin Adamı studiyadadır. Kristal Beton şirkətin baş texnoloqu Nuşrava müəllim bizimlə birlikdədir. Suallarımız və bizim eşitmək istədiyimiz cavablarımız var. Deməli, Kristal Betondan danışırıq. Müəllim, maşallah, uzun illərdir bu sahədəsiz. Şirkətin məhz betonla bağlı perspektivi var. Əla. Bundan əvvəl ən maraqlı layihələr və bundan sonra biz elə Kristal Betonda hansı irəliləyişləri görəcəyi, hansı ki, Azərbaycan biznes mühitinə, xüsusilə inşaat sektoruna öz töhfələrini verəcək. Doğrudur. Kristalın beton qapalı səhmdar cəmiyyətinin perspektivləri qabaqdadır. Hal-hazırda bizim
6-ya yaxın beton zavodlarımız fəaliyyət göstərir. Onun 4-ü Bakı şəhərindədir, biri Ağdam şəhərində. Bu saat biz Ağdamın tikintisi ilə məşğuluq. Bir zavodumuz artıq Zəngilanda qurulub hazır vəziyyətdədir. Zəngilanın tikintisində iştirak eləyəcək. Gəncə, bilirsiniz, Bakının, Azərbaycanın böyük şəhərlərindəndir. Böyük layihələrimiz var orada. Gəncə şəhərində. Onun da artıq təməli hazırdır. Gözəl. Orada da yeni bir beton zavodumuz qurulub. İnşallah istifadəyə veriləcək Gəncə şəhərinin tikintisi üçün. Gəncə. Gəncədə hansı layihə edilir? Gəncədə mənzil tikintisi ilə bağlı böyük layihələrimiz var. Layihədə hardasa bir 51-ə yaxın bina tikəcəyik orada. Maşallah. Bizim şirkətlər qrupunun digər sahələri də insanlara maraqlıdır və biz mütəmadi olaraq, əziz dostlar, efirimizdə məhz şirkətlər qrupunun hər sahəsindən bir nümayəndə dəvət edirik proqramımıza. Bölgələrdə nə yerdədir tikinti, inşaat sektoru? Nə düşünürsünüz? Məsələn, bölgədə elə bilirik, həmişə həyət evi olmalıdır. Gedirik, görürük ki, 1-2 dənə ya 5 mərtəbə, ya 2-3 mərtəbə, bir 9 mərtəbə görürük. Amma son zamanlar, maşallah olsun, elə Gəncə dediniz, digər regionlar, göydələnlər var. Baxırsan, adam ürəyi açılır. Bəli, doğrudur. Böyük şəhərlərimizdə gözəl tikintilər gedir. Hal-hazırda pis vəziyyətdə deyil, normal vəziyyət hesab eləyirəm. Biraz detalları zəhmət olmasa. Normal izahı. Normal, evet. Yəni normal beton zavodları var böyük şəhərlərimizdə. Betonları elə bu zavodlar yəqin icra edibdir. Bu betonlarla bağlı hər halda da bir sertifikatlar, sənədlər lazımdır. Bəli, bütün betonlar, betonun özünün də sertifikatı olmalıdır. Onun da istifadə olunan materialların da hamısının sertifikatları təqdim olunmalıdır. Onsuz bu beton istehsal olunmur. Bizim qısa fasiləmiz var, əziz dostlar. Qısa fasilədən sonra efirimiz davam edəcək. İşinin adamı studiyadadır. Bəli, işinin adamı studiyadadır. Studiyaya əgər zənginiz və yaxud mesajınız olsa, bu nömrə ilə əlaqə saxlayın. Zəng və WhatsApp nömrəmiz 099 6 907 907. Bəli, efirimiz davam edir, əziz dostlar, hörmətli xanımlar və cənablar. Mən Kamran Yaradanquliyevin təqdimatında, qonağımız isə studiyadadır və qonağımız Kristal Beton şirkətinin baş texnoloqu Nuşravan müəllim Rüstəmovdur. Nəzərinizə çatdırmaq istəyirəm ki, biz bugün betonla xüsusilə danışdıq, inşaat sektorundan danışdıq. Müəllim, Azərbaycanda COP29 oldu. Dünyada Azərbaycan məhz yaşıl dünya naminə həm deyən, həm addım atan, məncə ən lütfkar ölkələrdən biridir. Çünki hənəm dövlətlər bu qədər belə bu mövzuya yanaşmır. Betonun yaşıl dünya naminə, yaşıl inşaat naminə hər hansı bir variantları varmı dünyada? Bunun üzərində çox işlər gedir. Biz bilirik ki, betonun əsas o yapışdırıcı özəyi maddəsi sementdir. Sement istehsalı zamanında ekologiya böyük zərbələr dəyir. Yəni onun karxanadan çıxarılıb gətirilməsi, onun peşdə yandırılması zaman atmosferə xeyli miqdarda karbon qazı buraxılır, tozlar buraxılır və bu ekologiya böyük təsir edir. Amma alimlər bunun da üzərində işləyirlər. Bunun üçün müəyyən qaz tutucu, toz tutucu vasitələrdən istifadə edirlər. Bir qədər o zərəri azaldır. Gələcəkdə bu sahənin nümayəndələrinə, gənc dostlarımıza nələr tövsiyə eləyərdiniz? Və nə etsinlər ki, daha yaxşı olsunlar? Gənclərə ancaq öz ixtisaslarını yaxşı öyrənməyi tövsiyə eləyirəm. Azərbaycanda yaxşı öyrədirlər, yoxsa çıxıb getsinlər xaricə? Fərqi yoxdur. Azərbaycanda da istəyən Azərbaycanda da öyrənə bilir. İstəkdən asılıdır. Sizdə ixtisas necə idi? Bayaq dediniz, adını unutdum. Mən betonların texnologiyası fakültəsini qurtarmışam. Texnologiya fakültəsini, inşaat. Sırf betonların. Niyə? Bax, niyə betona sevginiz, marağınız yarandı da? O, çox az gəlinən, rast gəlinən məsələlərdəndir. Böyüyəndə həmişə suallar var. Böyüyəndə kim olacaqsan? Həkim, polis, müəllimə və ya müəllim. Okey, amma eşitməmişəm ki, kimsə desin ki, mən böyüyəndə beton mütəxəssis olacağım. Yox, əslində mən ixtisası təsadüfən o sahəyə düşmüşəm. Təsadüf yoxdur, zərurət var, hə? Təsadüfdən zəruriyyət alınıbdır və mən artıq o sahəni sevməyə başlamışam.
Aydındır. Bir də belə bir sual gəlib 099 697 97 nömrəsinə. Beton hazırlanması və tökülməsi prosesində usta fəndləri olurmu? Bəli, ustalar o betonu... Hansı ki onları təcrübə ilə öyrənmək olur? Bəli, usta betonu hazırlayıb normal betonu tikinti sahəsinə göndərilir. O normal betonu ustanın tökməsindən çox şey asılıdır. Usta onu elə tökər ki, o keyfiyyətli beton çox keyfiyyətsiz görünər. Çünki usta o betonu tökmək... Necə riskli məsələdir? Deməli, maliyyə tələb olunan. Bəli, onun ustadan çox şey asılıdır. Demək olar ki, o betonu tökdükdə onu yaxşı vibrasiya eləməlidir, yaxşı sıxlaşdırmalıdır. Əgər onu biraz doğru dürüst eləmərsə, betonda boşluqlar əmələ gələ bilir. O isə betonun keyfiyyətsizliyinə səbəb ola bilir. Aydındır. Müəllim, təşəkkür edirəm sizə. Efirimizin artıq son dəqiqələridir və demək olar ki, danışdıq da biz bugün. Çox sağ olun. Var olasınız. Mən də sizə təşəkkür edirəm. Amma bizim bir ənənə var. Sonda 1-2 dəqiqə qalmış deyirik ki, əziz qonağımız, qaldım elə bir sual. Eşitmək istədiniz, onu aparıcı vermədi. Beton sahəsində suallar o qədərdir ki, siz onu nə qədər bir 10 gün belə otursanız suallar çoxdur. Təsəvvür edirəm. Onu verib qutara bilmərsiniz. Əziz izləyənlər və dinləyənlər, Yurd FM-də 90.7-də efirimiz bugünlük yekunlaşır. Sabah həftənin 5-ci günüdür, sabah cümə günüdür. Saat 16:30-da bizi eşidin zəhmət olmasa və nəzərinizə çatdırım ki, qonağımız dəyərli işinin adamı Kristal Beton şirkətinin baş texnoloqu Nuşava müəllim Rüstəmov idi. Minnətdarıq ona. Hər birinizə mənəvi, zehni huzur arzu edirik və nəzərinizə çatdıraq ki, İşinin adamı bitti.